siyasi qiymət verəcəm də, hüquqi qiyməti yəqin ki, bu açıqlama ilə bağlı əlavə bir dindirilmə epizodu yaranacaq da, yəni ki, kim yaxınlaşıb, necə yaxınlaşıb, nədir. Ona qalsa, Sevinç Telman qızı ilə Natiq Cəfərliyə gündə 10 yerdən mesaj göndərilməlidir. Ukraynanı bizdən çox dəstəkləyən də olmayıb, Rusiyanı bizdən çox tənqid eləyən də olmayıb və mənim də 3 ildir Rusiyaya girişimə qadağa var. Yəni bizim auditoriyamıza daha geniş nəzərə alınır. Ay sağ olun. Əsas məsələ də budur. Yəni həftədə bir dəfə, 2 dəfə hansısa bir kanalda çıxıb 5000, 10000 baxışla, bir də var ki, sizin elə verilişləriniz olub ki, 100.000, 200.000 baxışlar olub. Bəzən 1 milyon olur sizin verişdən kəsdiyimiz kəsiklər. Yəni 100 minlərlə nə oldu bundan narahat olmadı Putin? Putin gecə-gündüz yata bilmirmiş ki, burada Əli Kərimli Ukraynanı dəstəkləyir, axırımız nə olar, biz qələbə qazana bilməyəcəyik. Gəlin onun bu dəstəyini qıraq. Yəni boş söhbət. Amma bu açıqlamanın özü də absurddur da. Yəni niyə də? Məntiq nədir? Yəni məntiq güya bunlar məntiqi konfiqurasiyanı belə qurmuşdular ki, görün hətta bu Rusa bağlamaq istəyirlər. Amma görün Rusiya bundan nə qədər yanıqlıymış ki, oradan-buradan mesaj göndərir. Rus oradan-buradan mesaj mənə niyə göndərmir? Deməli sizin mesaj alma kanalınız var da. Daha öncə başqa mesajlar da gəlibmi acaba? Gəlməyibmi, gəlibmi, nə olub buna? Yəni yenə təkrarlayım. Kiminsə Rusiya işləməsi və ya hansısa başqa ölkə işləməsi çox ağır ittihamdır. Bunu mən deyə bilməm. Mən buna siyasi qiymət verə bilərəm. Yenə təkrarlayım. Hökumətin də boynun borcu odur ki, qoysun o sandığı, xalq getsin, onları gömsün, siyasi gömsün. Siyasi meyidi bastırmaq lazımdır, diriltmək yox. Hakimiyyətin də səhvi odur ki, o seçki prosesinə bu qədər. İndi hamı danışır. İqtidar nümayəndələri çıxırdı ki, Ramiz Mehdiyev seçkilərə müdaxilə edilmiş, deputat təyin edilmiş. Qardaş, mən onu deyəndə məni həbs elədiniz. Niyə bu şəraiti yaradırsınız bəs? Niyə bu vəziyyətə gətirib çıxardırsınızsa, hansısa bir fiqur, hansısa bir şəxs seçkilərə müdaxilə edib deputat təyin edir? Özü də utanmaz Ramiz Mehdiyev elə şeydə olanda, Amerikada işləyəndə, məqaləsində də yazılmışdı. Təyin olunmuş deputatlar mənə... Yaxşı, come on da yəni də, bəsdir də. Belə absurda çevirmək olmaz ölkəni. Bu suallara aydın, çox şəffaf cavablar lazımdır bu ölkədə. Və təmizləmə, siyasi səhnəni təmizləmə əməliyyatı deyəndə mən həbsləri nəzərdə tutmuram. Heç kimin həbs olunmasını istəmirəm də. Günahı olmayan heç kim bir gün belə, bugün məsələn həbsdə olan jurnalistlər var, sivil toplum nümayəndələri var. Allahdan da arzum budur ki, hökumətdən də istəyim budur ki, yeni ilini evlərində, eşiklərində keçirsinlər. Cavan uşaqlar var onun içində. İnşallah, amin. Dəfələrlə bu barədə konuşmuşuq biz də. Yəni mən söhbət mən siyasi səhnənin təmizlənməsi deyəndə, siyasi səhnədə kimin o şkafında nə qədər skelet var, çıxsın qoyulsun ortalığa. Buna xalq görsün və bir yana da normal sandıq qoyulsun ortalığa. Bir ölkədə bir dəfə heç olmasa normal seçki keçirək. Gedək seçkidə göməkdə köhnə siyasi düşüncə sahiblərini. Bax, gömsək onunla da bitəcək də. Hamının qəbul elədiyi bir seçki nəticələrində təsəvvür edin ki, məsələn, cəhbə 2% səs yığır. Bitdi də ondan sonra da bitir də, ondan söhbət bitir. Çünki bizdə belə bir abu-hava yaradırlar, sanki ölkənin az qala 99% cəhbənin üzvü. Elə deyil axı. Məhkəməsində gördük də. Bizə irad bildirirlər. Cəhbəçilər belə həddindən artıq aşağılayıcı tonla İlqar Məmmədov həbsdə olanda, yeri gəlmişkən 5 il 8 ay həbsdə yatıb bizim siyasi komitənin üzvü və keçmiş sədr. Belə aşağılayıcı tonla deyirlər ki, sizin məhkəmizə 30-40 nəfər adam gəlir İlqar bəyin məhkəməsi. Halbuki məhkəmə Şəkidə idi. Ora bir 30-40 nəfər gəlməsi çox yaxşı bir şeydir də. Ən azından. Burada şəhərin göbəyindədir, Bayraq meydanından üzbəüz idi. 10 nəfərdən gələrdi, ora 5000 nəfər gələrdi də.